Gördüğünüz gibi geldik, çatdıq Saatlı rayonuna. Sabirabad rayonunun içindəyik. İndi buradan keçəcəyik. Saatlı rayonuna saat 3'dür. Hələ ki heç bir maşın zat görsənmir yolda bizdən başqa. Gec vaxtı çıxmışıq da. Yollar bomboşdur. İnşallah gördüğünüz kimi oradan Saatlı rayonuna gedib orada çəkilən ovlardan da sizə inşallah göstərəcəyik. Budur hələlik bir dənə ördək vurmuşuq. Bugünkü ovumuz belə başlayır. İnşallah dalı gələr, yaxşı olar. Birinci ördəyimizi vurmuşuq. O da bax uçurlar. Hələ ki tək-tək gəlir ördək. Görək axırı nə olur. Burada deyirlər də. Sən deyirlər, birini vurdum Hikmət. Gedim götürüm onda. Sən gəlsəydin maşetləri verərdin də. Deyə düşdü ora. Hayda. Prosto onda yaxşı yerdəsiz siz. Harısı gölün ortasıdır. Mən qıraqdayam da. Eybi yox, otur gözdə şey olar. Səydə dinən gəlsə, gör gələ bilirsiniz qırağa. Prosto gec olacaq da bir saata gəlməyə qayıtmaq. Ay. Ha, heç nə eybi yox, qarış, eybi yox. Davay, oldu. Qoyacağım onu götürüm. Burada bir dənə də ördək vurduq. Elə Hikmətlə telefonla danışa bir dənə də ördək vurduq. Gedim onu da götürüm. Bu da bizim ördəyimizin biri. 2 dənə ördək vurduq. Biri ördəklə bir yerdə maket də vurmuşam. Maketimizin biri rəhmətli oldu. Batmaq üzrədir. Ördəyin yanında buna da deşilib. Qaşqaldaq maketimiz də deşildi. Qoymanı buzun üstünə qoyum. Ya Allah burada qalsın. Gedim ördəyi götürüm. Buna da su buz diye təmiz görürsünüz də necədir. Ördək vurulub. Düşüb buzun üstə batmır. Su buzdur, gediləsi deyil dərinə. Hər yer buzdur. Belə işlər. İndi maketləri düzmüşük. Yalandan qalıb da burada. Özümüz də geyib oradan gizlənib arada atırıq. Bu da ördəyimizin biri. Bu bir ördək. Bu ördəyimizin biri. Bu da ördəyimizin o birisi. 2 dənə ördək vurmuşuq hələ ki. Görək axırı nə olur. Aha, bu da 2 dənə vurduq ördək. Qaçır bu. Qaçsam. Qaçmaq istəyirlər. Gördüyünüz kimi 4 quş idi. Ola bilsin. Belə işlər. Şükür Allah 2 dənəsini vurduq. O birisi biraz dərinə getdi. Düşdü. Bunlar da biraz dərindi. Görək götürə biləcəyik ya yox. Su buzdu.
getmək də olmur, suda irəliləmək də olmur. Suyun altı da donub ki. Güc bala ilə buzu qıra-qıra gedirəm. Görsəz nə gündəyəm mən burada valla. Ayaq palçığa batır. Yuxarısı da suyu donub. Əməlli başlı buzdur. Ya Allah'ın adı. Gəldik birini götürdük. Ya bunu ataq qırağa. Qaydan da götürərik. Göy obrisinə çata bilirik. Əməlli başlı buralar donub. Allah'ın adı. O biraz çox dərinə düşüb. Suyun dərin hissəsinə düşüb. Hələ ki gedirik. Görək nə qədər gedə bilirik. Çox dərinə getmək də olmaz. Kombinizon su bıraxar. İçəri. Ha, deyəsən. Buradan o tərəfə getmək olmur. Bura çox dərindir. Orada gedək ağac gətirim. Ağac gətirim ki, ağacla götürək. Orada gölün çox orta hissəsidir. Qaydaq dala bu birisini götürək. Qaydaq dala arxadan ora bir dənə ağac götürək gələk. Gördüyünüz kimi burada gizlənmişik. Burada ov eləyirik. 3 dənə ördək vurmuşuq. Bir də düşüb gölün biraz dərin hissəsinə, oraya girmək olmur. Kombinizon paşlı boğazından bir qarış aşağı qalır. Ona görə məcburuq ağac kəsək, belə bir uzun ağac. Yəni çöl şəraitində əgər gölə girmək imkanı yoxdursa, dərin isə məsləhət görmürük ki, kimsə girə. Bu buzlu havada suyun içində təmiz yaş ola. Ona görə yaxınlıqdan belə bir ağac tapırıq. Bunu məsəl üçün kəsib haça kimi düzəldirik. İndi göstərəcəm sizə. Bununla gedib inşallah çıxardacağıq o quşumuzla. Belə bir uzun ağac düzəltdik. Bu yaxşıdır bizim üçün həm suda hərəkət eləməyə, həm də çox uzağa düşən quşlarımızı bunun vasitəsilə gedib gətirməyə. Bunları da qabağımıza atırıq ki, necə deyərlər, gizlənmək üçün bir vasitə. İndi gedək ora düşmüş ördəyi də götürək gələk. Ya Allah'ın adı. Əməlli başda hər şey buzdur, hər yer buzdur. Belə havada heç ördək də suda otura bilmir. Qalır suyun üstündə, buzun üstündə qalır. Vurmuşuq düşüb orada, qalıb buzun üstündə. Görün biraz gedim. Daha buradan o tərəfə çox getmək olmur. Paşlı kombinizon düz ağzına qədər dolub. Görün nə qədər gedə bilirik, qıraq biraz buradan. Aha, qırdıq. Biraz gedə bilsək, uzun taxta ilə onu gətirərdik. O su getmək olmur. Aha. Biraz da geçsək, biraz qalıb, aha çatırıq. Bu da bir əhvalatdır. Aha, gəldik çatdıq ördəyin yanına. Aha. Bu da bir kuş götürməyin vasitəsi. Gördünüz qardaşlar. Belə əhvalatlar var. Vay halva bu havada kombinizonun içine su girer de, buzlu sudan. Bütün ayağın, üstün başın buz ola. Kef, əsl kef ondadır. Ancaq birinə də atdıq, deyəsən yaralı.
o tərəfə getdi. Dəqiq bilmirəm, ola bilər ki, heç dəymədi. Ancaq ikisini ağdı, maxada oturdu. Biri də sol tərəfə getdi. Aparaq bunu da, bu ördəyimizi də bayaq ördəyə vururdum, maketimizə dəydi, maketimiz də deşildi. Qaşqaldaq maketi. Bunu heç olmasa buzun üstünə qoyaq. Bula şey düzəldim. Heç olmasa batmasın. Çıxaq ağacımızı da aparaq qoyaq qırağa. Burada kələ ördəyin maketlərimiz burada qalıblar. Ağacımızı da qoyaq bura. Bəlkə yerdə lazım oldu. Ya Allah'ın adı. Bu da ördəyimizin biri. 1, 2, 3, 4 dənə ördək vurmuşuq. İnşallah gözləyək. Çağıraq görək yenə gəlirlər ya yox. Gördüğünüz kimi kardeşler ovumuzu saat 10'a qalıb burada tamamlayırıq. Ərazini dəyişirik. İnşallah başqa əraziyə gedəcəyik. Çünki burada çox da quş yoxdur. Hələ ki elə vurduğumuz bunlardır. 4 dənə ördək vurduq. 4 dənə ördək vurmuşuq. İndi ərazini dəyişək. Gedək başqa yerə. Görək indi nə olur, nə başımıza gəlir. Hikmətçinin yanına gedək. Görək onlar nə vurublar, nə quşlar vurublar. İndi maketlərimizi yığaq. Yavaş-yavaş ərazini dəyişək. Bu da bizim gün ortaya qədər elədiyimiz ovlar, ördəklər 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə ördək vurmuşuq. Kardeşlerle bu Hikmətdir. Selamünaleyküm. Bu da bizim kardeşimiz Seyid müəllim. Sağ ol, sağ ol. İnşallah gün ortadan da sonra ərazini dəyişək. Görək indi başımıza nə gəlir. Onları da çəkib inşallah onları da bir sizin üçün göstərərik. Bizim sənətkarımız budur. Belə durum, buradan gün düşsün bu tərəfdən. Bizim əsas sənətkar budur. İmişlidə bu bütün gölün her yerini tanıyan insan budur kardeş. Sağ ol. Bunsuz heç nə, ova gəlməyin yeri yoxdur. Biz sənə minnətdarıq Seyid. Allah səndən razı olsun. Sağ ol, sağ ol. Hikmət, sən nə deyirsən də bir güllələrdən daş, neysə paska güllə işlətdin. Atışmaydı, paska getdi. Gördüğünüz kimi bacarmırlar, vurdum düzdüm bura. Sağ ol. Yaxşı, ben söyleyeyim. İndiki ərazini dəyişdik. İkinci planımız hərəkət edirlər. O vaxt armaqdır. Hikmətdir. Hikmətdən də o tərəfdə Səyiddir. Hələ ki gəzirik. Gəzirik, görək nə var. Gördüyünüz kimi o başdan ördəklər qalxır. Gördüğünüz kimi belə işlər Hikmətlə keçdilər yolu. Bundan qaldım bu tərəfdə. İndi birazdan mən keçəcəm onların yanına.
O düştü, o götürün. Hikmət. Ay Hikmət. Hikmət. Ördeği götürüp vurdum düştü ona. Bezgeye bak yukarıda, bezgeye bak. Bezge. Bugünkü ovu da qurtardıq. Telefon bataryası da qurtardı, çəkənmədik. Yığdıq bura vurduğumuz quşları da. İndi davırsıq oldu. Heç nəsə vurduğumuzda çəkənmədik. İndi belə oldu. Yox, inşallah başqa vaxt çəkərik. Bugünkü ov da belə qurtardı, ha? Ayakkabım onu ben. Ha, tamam. İçəridədir. Ha. Buyurun, koydum oraya. Bugün vurduğumuz kuşlardan birini təmizlədik. İndi inşallah bunun yaxşı üstün tüklərimiz adı ütüyü qazın üstündə pişib hazırlanmasını və nə cür yeməklər pişirilməsini inşallah çəkib sizə göstərəcəyik. Bu da qaşqaldaqlardan biri. Vurduğumuz qaşqaldaqlardan yolduq. İsti-istiyə qoyduqdan sonra tükləri rahatlıqla çıxır. Sonra isə qazın üstündə belə qalan balaca tüklərini ütürük. Sonra belə hazır olduqdan sonra bunu qəşəng-qəşəng doğrayırıq və yemək pişməsində inşallah çəkib sizə göstərəcəyik. Hələlik bu qədər.